Birinci sualda eyni kütlədə götürülmüş kalsium karbonat və kalsium karbonat m qram, sonra natrium karbonat m qram, kalium karbonat m qramdır və qızdırılır. Qızdırılanda bunlar parçalanmadığına görə bu m qram qalır. Ancaq burada azalma müşahidə olunur. Ona görə də ikinci bərabərdir üçüncüyə. Bunlar böyükdür birincidən. Sonra keçir ikinci suala. Mis deməli qatı sulfat turşusundan reaksiya daxil olur. Mis SO4, SO2 və su. Sağda mis 2 dənə bura 2 yazıram. Hidrogen 4 dənə bura 2 yazıram. Sonra qurğuşun qatı sulfat turşusundan reaksiya daxil olur. Plumbum H, SO4 2, sonra SO2, sonra su. Sağda küt 3 dənə də bura 3 yazıram. Hidrogen 6 dənə oldu. İkisi buradadır. Burada 2 yazıram, düzəldi. Və 2 mol normal duz. Normal duz burada alınır. Burada mən isti-isti turşunu tapıram. Tapdım ki 4 mol. Sonra isti-isti mən misi də tapıram. Elədi 2 mol. 5 molu 2 molu mis isə 3 molu qurğuşundur. Buradan da bunun turşusunu tapıram. 9 mol. Ümumən elədi 13 mol. Ondan sonra divinil, karbon H2, karbon H, karbon H, karbon H2. 0 dərəcədə 1/1 nisbətində 1-2 vəziyyətində birləşmə gedir. Sonra Y maddəsi alınır və Y hidrogenləşir. Hidrogenləşəndə və buralar hidrogenləşir. Buralar. Və burada kalium OH spirtdə məhv olunur. Əvvəlcə kalium OH-ın biri gəlir. Bu kalium, bu xlor aparır. Onda OH da buradan hidrogen aparır. Sonra ikinci kalium OH gəlir. Bu kalium, bu xlor aparır. OH da buradan hidrogen aparır. Və bu zaman buradan karbon H, karbon CH2, CH3, yəni 3-cü sualda butin 1 alınır. 4-cü sualda X yazıram, Y yazıram. X-in deməli protonu əsasən 20-dir. Amma elektronu 18-dir. Baxın, deməli bu müsbət 2-dir. Eyni zamanda Y-in protonu 15-dir. Elektronu 18-dir. Bu da mənfi 3-dür. Yəni olur X, 3, Y, 2. X katyondur, Y aniyondur və buradan gördük ki, birinci doğrudur. Əmələ gələn iyonların elektron formulları eynidir. Bəli, ikisində də 18 olduğuna görə bu elektron formulunun eyni olması deməkdir. Və katyonun radiyusu aniyonun radiyusundan böyükdür. Elektronların sayı eyni olanda, protonu kiçik olanın radiyusu böyükdür. Ona görə bu ifadə səhvdir. Ona görə də deməli 4-cü suala doğru cavab 1-2 olacaq. 5-ci sualda natrium orta fosfat. Oksigen üstünə 2 yazıram, sayına vururam, 8 dənə ümumi rabitə. Metalın üstünə valentini yazıram, sayına vururam. 3 dənə iyon, 5 dənə kovalent. 5-dən də 3 çıxanda 2 eləyir. Deməli, bizə də deyir ki, A-B, yəni 2 olan gəlib bura düşür. A bəndi. Eyni zamanda kalium perxlorat 4 dəfə 2, 8. Metalın üstünə valentini yazıram, sayına vururam. Bir dənə iyon, 7 dənə demə burada polyar kovalent. 7-dən də 1 çıxanda 6 eləyir. Onda B bəndi də düşəcək bura. Sonra gəlir burada natrium sulfat. 4 dəfə 2, 8. 2 dəfə 1-in 2. İkisi iyon, 6-sı polyar. 6-dan 2 çıxanda 4 eləyir. C bəndi də bura aiddir. Sonra kalium karbonat 3 dəfə 2-in 6, 2 dəfə 1-in 2, bu da 4. 4-dən 2 çıxanda 2 eləyir. Onda D bəndi də bura uyğundur. Və natrium 2 HPO4 4 dəfə 2-in 8. Metalın üstünə valentini yazdım, sayına vururam. 2 dənə iyon və 6 dənə polyar kovalent. 6-dan da 2 çıxanda 4 eləyir. Y bəndini də bura yazıram və 5-ci sualda C, Y, A, D, B, yəni A bəndinin düz əksini tapın. 6-cı sualda deməli mis 2 oksid hidrogenlə reaksiya daxil olur. Mis üstə gəl H2O. Sonra mis 2 oksid üstə gəl amoniak, mis üstə gəl N2 üstə gəl su. Bunu əmsallaşdırıram.
Eyni zamanda mis 2 oksid üstə gəl CO, mis üstə gəl CO2. Yazıb ki, burada müxtəlif qablarda mis 2 oksid artıq miqdarda hidrogen, amonyak və CO-na. Artıq miqdarda hidrogen, NH3, CO nə deməkdir? Yəni, burada bunlar artıq qalacaq. Amma mis 2 oksidlər tam sərf olunacaq. Yəni, sonda mis 2 oksid qalmayacaq. Ancaq bəlkə olaraq burada ancaq mislər qalacaqdır. Və alınan bərk nümunə də mislərə aiddir. Bu da deyir ki, bunlar bərabər olsun. Burada ikinci reaksiyada misin qabağında 3 var. Onda bərabər dediyinə görə buradakilərin də qabağını 3 yazıram. Onda məcburən bunların da qabağı 3 olur. İndi digərlərini düzəltməyəm də, əsas mənə mis 2 oksidlər lazımdır. Hamısında da mis 2 oksid bərabər olur. Ona görə də 6-cı sualda doğru cavab B bəndində öz əksini tapır. 7-ci sualda peroksidi natrium verir. X natriumdur. Eyni zamanda oksidi də litium verir. Y-də litiumdur. Bərklik təbii ki, yuxarıda çoxdur. Yəni, birinci doğrudur. Radius aşağıda çoxdur, ikinci doğrudur. Reduksiyacılığı aşağıda çoxdur, üçüncü səhvdir. Ərimə temperaturu deməli aşağıda, yuxarıda çoxdur. Yenə də bu səhvdir. Ona görə də 7-ci sualda doğru cavab A bəndi olacaq. 8-ci sualda 1, 2, 3 yazıram. Suda yaxşı həll olur. Nitratların hamısı suda yaxşı həll olur. Bu ümumidir. Parçalanmasından oksigen alınır. Mis 2 nitrat parçalananda mis 2 oksid, NO2 oksigen. Kalsiyum nitratla parçalananda kalsiyum nitrit və oksigen əmələ gəlir. Ona görə bu da bura aiddir. Parçalanmasından nitrit alınır. Təbii ki, bu bura aiddir. Kalium hidroksidlə reaksiya daxil olur. Kalium hidroksid qələvidir. Qələvi ancaq o duzla reaksiya gedir ki, duz çöküntü olmasın, amma axırda çoxsa bir dənə çöküntü əmələ gəlsin. Bu da mis 2 nitrata aiddir. Doğru cavab 8-ci sualda 4, 1, 2, 3, yəni C bəndində öz əksini tapır. 9-cu sualda deməli kalsiyum hidroksid karbon qazı keçirilir. Təbii ki, buradan karbon qazı kalsium karbonatla su əmələ gəlir. Və 500 ml bu 0,5 litr deməkdir. Qatlıq da 0,1-dir. Onda 500 ml 0,5 litr, qatlıq da 0,1, bu 0,5 mol eləyir. Bunu yazıram kalsiyum hidroksidin üstünə. Təbii ki, bu reaksiya üçün 1-ə 1 nisbətində 0,5 mol CO2-də sərf olunur və bu zaman 5 qram çöküntü alınır. Amma sonra deyir ki, çöküntü sonradan 2 qram olur. Yəni 5 qram çöküntü əgər sonradan 2 qram olsa, bu reaksiyanın davam eləməsi deməkdir. Və reaksiyanın da davamı bu şəkildədir. Kalsiyum, hidrokarbonat və əgər bu 5 qram, 2 qram qalıbsa, deməli 3 qram sərf olunub. Burada 100 yazıram. Bu zaman nə qədər CO2 sərf olunur? 3 bölünsün 100, 0,3 də ikinci reaksiyada sərf olunur və ümumən reaksiyada daxil olan karbon qazının molu 0,8 mol eləyir. Ona görə doğru cavab 9-da C bəndidir. 10-cu sual. 10-cu sualda çox maraqlı bir nüans var. Baxın, mis xlor 2 yazıram. Mis 2 xlor, gümüş bir nitrat. Kalium sulfit yazıram. Kalsiyum nitrat yazıram. Və kalium nitrit yazıram. Baxın diqqətlə, həmişə sizin gözünüz H müsbətlə OH mənfini axtarsın. Ayrıca, bu tuş mühitdir, bu da qələvi mühitdir. Baxın, birincidə nə mühitidir? Tuş mühiti. Gəlin tuş mühiti araşdıraq. Bu tuş mühitdir. Bu da tuş mühitdir. Qalanları, bu neytraldır. Ümumiyyətlə, buna baxmıram. Bu hidroliz eləmir. 1 ilə 2 tuş mühitdir. Amma baxın, indi mən nə hansını götürüm. Onda sol tərəfə baxıram. Sol tərəfdə kation müsbət 2 olmalı. Burada kation müsbət 1-dir. Gümüş. Deməli, bu gümüş NO3-ə aid deyil. Yəni, bu mis xlor 2-yə aiddir. İkincidə qələvi mühitdir. Qələvi mühitdə bunlardır. İndi hansını götürüm? Sol tərəfdə baxın, anion mənfidir. Demək, turşu qalığı mənfi olan, mənfi 2 olan olmalı. Mənfi 2. Nitrit axı mənfi 1-dir, 1 valentlidir. Mənfi 2, burada sulfiddir. Ona görə biz 10-cu sualda da deməli 3-cünü biz bura aid eləyəcəyik. Doğru cavab burada 10-cuda A bəndi olacaq. 11-ci sualda hansı reaksiyadan alınan duz məhlulda kalium OH-la gedir? Birincidən əmələ gəlir mis 2 sulfat.
kalium hidroksidindən gedə bilər. Çünki duz üstə metal OH reaksiyasının reaksiya getməsi üçün əvvəldə çöküntü olmamalıdır. Yoxdur. Axırda heç olmasa bir çöküntü əmələ gəlməlidir. Bəli. Sonunda mis 2 hidroksid əmələ gəlir. Bu doğrudur. Buradan əmələ gəlir bu H3PO2 2 əsaslı turşudur. Yəni ancaq 2 dənə hidrogenə əvəz oluna bilər və normal duza çevrilə bilər. Olur kalium 2 HP. Bu artıq normal duzdur. Və bu kalium OH-dan gedə bilməz. Nəyə görə? Çünki bu hidrogen sizi allatmasın. Artıq o hidrogen əhəmiyyətsiz hidrogendir. Çünki bunun 3 dənə, məsələn, bax, H3PO2-nin quruluşuna baxın. 2 əsaslıdır. Nə deməkdir 2 əsaslı? Yəni, məhz 2 dənə hidrogen oksigenlə birləşir, ancaq onlar əvəz oluna bilər. Və onlar da əvəz olunubdur. Bu artıq əhəmiyyətsizdir. Yəni, heç nəyə yararı olmayan bir hidrogendir. Yəni, OH-la getməyəcək. OH-dan o ayrılıb su kimi getməyəcək. Ona görə bu reaksiya getmir. Üçüncüdə deməli NH3, baxın 3 dənə NH3-dür. Və H3PO4-ün bir hidrogeni bura, bir hidrogeni bura, bir hidrogeni bura. Olur ammonium NH4, 3PO4, ammonium ortofosfat. Bu gedəcək kalium OH-da. Niyə? Çünki sonda nə əmələ gəlir? Kalium ortofosfat NH4OH, o da davamsızda ammoniaka və suya parçalanır. Artıq bu reaksiyada gedəcək. Ona görə də 11-cidə doğru cavab Y bəndində öz əksini tapacaq. Ondan sonra gəlir burada 12-ci sual. Deməli, hidrogen, bu da oksigendir. Mən bunun molunu bilmirəm, bunun da molunu bilmirəm. Yəni, bunu müxtəlif eləmək olar. İstəsən heç bunu məsəl üçün yazma. Və bu 2 qram, bu da 32 qram, orta molekül kütlə 8. Böyükdən kiçik çıxıram 6, 32-dən 28 çıxan 24, ixtisar, deməli bu 4, bu da 1 eləyir. Və 2 hidrogen, üstə gəl oksigen. Ümumən bunlar 5 oldu. Ümumən 5'dir. İndi reaksiya gedir. Bu 4'dür, bu 1'dir, 2, 1. İndi nə bilim hansı nə qədər sərf olunacaq. 4'ü 2'yə bölürəm, 1'i 1'ə bölürəm. 4'ü 2'ye böləndə 2, 1'i 1'ə böləndə 1 eləyir. Bu deməkdir ki, hansı kiçiksə o tam sərf olunacaq. Yəni, oksigen tam sərf olunacaq. Yəni, 1 idi, 1'in hamısı getdi. Və bu 4'ü də yadımda saxlayıram. Bu 1 sərf olunanda görün bu nə qədər sərf olunacaq. Baxıram, bu da 2 sərf. Ümumən 3 sərf olunacaq, 2 artıq qalacaq. Çünki bir yerdə bunlar 5 idi axı. Vəssalam, 2 də 5'in, yəni artığın faizini soruşur. 40%-ni təşkil eləyir. 12-cidə B bəndində öz əksini tapacaq. Sonra burada 13-cü sualda. Deməli, 500 qram 10%li. Yəni, 500 vurulsun, 10 bölünsün 100. Bu eləyəcək 50 qram. Yəni, 500-ün 50'si həlli olandır. Yerdə qalan 450'si sudur. Bu da burada deyir ki, deməli, 350 qram su buxarlandı. Suyu sudan buxarlandırıram. 450'dən 350 çıxanda neçə qalır? 100 qalır da. Bu zaman deyir ki, çökən duz. Duz da buradan çökəcək. Daha aydın məsələdir. Və kütlə payı 20% olur. 0,2 bərabər yuxarıda həll olanı yazıram. Aşağıda həll olanla həll edicinin cəmini yazıram. Buradan biz deməli x-i tapaq. Deməli necə olacaqdır? 50'ni bölürəm 0,2'yə. 250 minus x'i bölürəm 0,2'yə. 5x bərabərdir 150 minus x. 4x bərabərdir 250'dən də 150 çıxanda 100 eləyir. X də buradan bərabərdir 25 eləyir. Doğru cavab 13-cüdə C bəndi olacaq. 14-cü sualda spirtin mis 2 oksid ilə oksidləşmə məhsulu üçün doğru olan ifadələr. Bir dənə özümüzdən spirt yazacaq. Karbon H3, karbon H2, OH. Oksidləşəndən nə alınır? Aldehid alınır. Karbon H3, karbon OH. Yəni karbonların sayı eyni. İndi fikir verin. Burada sigma nə qədərdir? Deməli, sigma rabitənin sayı burada A-dır. Spirtdə H. Polyar C-dir. Karbon lipidotu B'dir. İndi baxın. Birinci gəlin sigmaya baxın. Sigma 1, 2, 3, 4, 5, 6, 7, 8 dənədir. Burada 1, 2, 3, 4, 5, 6 dənədir. Yəni bu deməkdir ki,
Burada aldehiddə 2 vahid az. Əgər bu A-dırsa burada A-2 olmalıdır. Burada A+1 yazıb. Sonra karbonun hibrid orbitalları. Burada 2 dənə karbon sp3 vəziyyətindədir. sp3 4 demək 8 elədir. Burada isə bir dənə karbon sp3-dür 4, digər karbon sp2-dir 3, elədi 7. Yəni əgər burada B-dirsə, o birisində B-1-dir, bu doğrudur. Polar kovalent isə karbonla digər atomlar arasında, oksigenlə hidrogen, deməli hidrogen arasında. Burada 1, 2, 3, 4, 5, 6, 7 dənədir. Burada da 1, 2, 3. Deməli 4, 5, 6 dənədir. Yenə burada aldehiddə azdır. Yəni ki, burada C-dirsə, burada C-1 olmalıdır. Bu da səhvdir. Ona görə doğru cavab 14-də olacaqdır B bəndi. 15-ci sualda azot üstə gəl 3H2. Birinci təcrübə üçün azot 0,1-dir, hidrogen də 0,3, 0,3-ün kubu 0,3 vur, 0,3 vur, 0,3. İkinci təcrübə üçün bu oldu bunların sürəti. İkincidə də bu 0,1-dir, bu da 0,6, 0,6, 0,6, bu da oldu B. İndi bununla bu getdi ixtisara. Daha yoxdur. Bunlar yoxdur. Bununla bu getdi, qaldı 2. Bununla bu getdi, qaldı 2. Bununla bu getdi, qaldı 2. Yəni B 8-ə bərabərdir, A 1-ə bərabərdir. Bu da deməkdir ki, gərək A-nı 8-ə vurarsan ki, B-yə bərabər olsun. 15-ci sualda doğru cavab deməli D bəndində öz əksini tapacaq. 16-cı sualda toluol C7H8-dir. Və təbii ki, kalium permanganatdan C6H5 COH əmələ gətirir. Toluolun emeri 7 vurulsun 12 üstə gəl 8 92-dir. Benzoy turşusu 72 üstə gəl 5 12 33 122 də budur. Və ortada 30 qram fərq var. Burada isə 6 qram fərq var. 6 qram fərq olanda M qram toluol istifadə olunur. 30 fərq olanda isə 92. 92 vur 6 böl 30. Doğru cavab 16-cı sualda olacaqdır 18,4. Sonra gəlir burada 17-ci sual. X, Y, Z maddələrini müəyyən mol nisbətində qarışdırıb əritdikdə adi pəncərə şüşəsi alınır. Adi pəncərə şüşəsi natrium 2O, kalsium O və 6 silisium O2-dir. Bu prosesdə Y maddəsini A ilə əvəz eləyəndə çətin əriyən şüşə alınır. Çətin əriyən şüşənin tərkibi kalium oksid, kalsium oksid, 6 silisium O2. Bunu əvəz ediblər, yəni sodanı. Sodanı əvəz ediblər. Y maddəsi burada nədir? Sodadır. Y natrium 2CO3-dür və onu əvəz edən A maddəsi potaşdır. Kalium karbonat. Ona görə də biz burada ya bunu götürəcəyik, ya da bunu götürəcəyik. Sonra yazıb ki, Z maddəsi billur şüşə istehsalında istifadə olunmur. Z maddəsi billur şüşə istehsalında istifadə olunmur yazıbdır. İndi burada bizə maraqlıdır ki, Z maddəsi hansıdır? Billur şüşənin tərkibini yazaq. Kalium oksid, plümbum oksid, 6 silisium O2 və buradan da biz müəyyən elədik ki, deməli, burada deməli artıq istifadə olunmayan kalsium karbonatda da, yəni burada bütün hər bir şey var. Silisium O2'lər də var, natrium oksid dedik, kalium oksid dedik. Kalsium karbonat burada istifadə olunmur. İndi bizə onda X lazımdır. Yəni bu adi pəncərə şüşəsi nədən ibarət idi? Natrium karbonatdan biz bunu burada qəbul edirik Y. Sonra kalsium karbonatdan hansı ki dedik ki istifadə olunmur billur şüşədə. Onu burada bu Z-dən işarə edib. Onda belə çıxır ki orada X silisium O2 olacaqdır. Ona görə 17-ci suala doğru cavab A bəndi olacaq. 18-ci sualda da 3 mol CO2 alınsa, demək burada 3 dənə karbon var. Və burada bizə yazır ki, birli amin. Birli amin burada ya belə olacaq,
Çünki birlamin nə demək? NH2 qrupu olsun. Bunu mən deməli belə yazıram. Ya da belə olacaq. Və belə. Bu da burada yazıb ki, molekulda ikili karbon atomunun cəmi bir hidrogeni var. İkili karbon burada budur. Çünki bunlar birlidir. Onun 2 hidrogen atomu var. Burada isə ikili karbon budur, 1 hidrogen atomu var. Ona görə cavab budur. Yəni izopropil amin. 18-də Y bəndi olacaq. 19-cu sualı normal halda elektronların 50% P yarım səviyyətində D element. D elementlərində başlanğıc belədir. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d 4s. Bunların üstünü bilmirik. 12 dənə P elektronu var. 50%'ni təşkil etsə burada 24 dənə elektron var. Elektron da 24, 3d 5, 4s. Bir də 6 tək elektron olacaq. Ona görə 19'da doğru cavab D bəndi olacaq. 20-cidə bəzi müharibələr zamanı tərkibində fosforun zəhərli X allotopi şəkilləşməsi var. X ağ fosfor. Çünki zəhərli ağ fosfor. Cavab ya budur. Bunu silək buradan. Ya budur. Bunu silək buradan ya da budur. Bu bombaların partlamasında ağ tütü şəklində A maddəsi əmələ gətirir. A maddəsi P2O5'dir. Çünki ağ tüstü. Eyni maddə kibritin yanması zamanı fosforun Y allotopi şəkilləşməsindən alınır. Y də qırmızı fosfordur. Və X-i yəni ağ fosforu və kibritin yanma rəsəsi zamanı, yəni X-i biz müəyyənlədikdə, kibritin yanma rəsəsini yazaq. Kalium, xlor O3 də gəl fosfor, kalium, xlor üstə gələk, P2O5, sağda oksigen 5'dir, bura 5 yazaram. Onda burada 3 yazaram. Bu oldu 6, bura 5 yazaram. Və bizə deyir ki, məhsulların əmsal cəmi bu 8'e bərabərdir və 20-ci sualda doğru cavab Y bəndi olacaq. 21-ci sualda izopropil. İzopropil belə yazılır. Və üçlü butil. Üçlü butil də bu şəkildə yazılır. Asimetrik karbon var. Burada 4 müxtəlif qrupla birləşən karbon yoxdur. Əsas zəncirində ikinci karbon budur. Bax, oxidləşmə dərəcəsi 0. Çünki heç nəyə almır, heç nədən neton vermir. 7 karbonu var. 2 metil heksanın da 7 karbonu var. Bəli, bunlar izomerdir. 21-cidə doğru cavab C bəndidir. Sonra gəlir 22-ci sual. Suda həll olmayan X maddəsi. Baxın, yağ həll olmur. Nişasta həll olmur. Gliserin həll olur. Selluloza həll olmur, yağ həll olmur. Bunun üzərinə natrium OH-ı əlavə edib qızdıranda Y və Z maddələri əmələ gəlir. Biz bilirik ki, nişastanın və selluloza natrium OH reaksiya zamanı iki maddə əmələ gəlməsinin, yəni tam uşaqlara biz keçmirik. Yəni belə bir şey paylaşılmır. Ona görə biz bunu baxmırıq. Biz yağda dayandıq. Yağ, məsəl üçün tak yazıram CH2O, CO, bilmirəm indi karbon turşusunun radikalını, CHO, COR, sonra yenə yazıram CH2O, COR. Bunun üzərinə 3 dənə, deməli burada natrium OH. Natrium OH gələndə bu zaman əmələ gəlir gliserin və uyğun karbon turşusunun natrium duzu. Və yazıb ki, Y və Z maddələr əmələ gəlir. Bilmirəm amma Y hansıdır, Z hansıdır. Və Y klorid turşusuna reaksiya gəlib stiarin turşusu verir. Demək buymuş da, bu deməli stiarin turşusunun natrium duzuymuş ki, üzərinə H-klor gələndə H-klor stiarindən güclü daxil stiarini çıxartsın və duz əmələ gəlsin. Bu zaman stiarin turşusu alınır, aydın məsələ Y ucu budur. Onda Z də bu olacaq da. Aydındır. Ona görə də 22-ci sualda doğru cavab Y bəndində öz əksini tapacaq. 23-cü sualda X, Y maddələrinin reaksiyasından ağardıcı və dezinfeksiyacı xassiyyəyə malik qarışıq əmələ gəlir. Ona görə də 23-də doğru cavab A bəndi olacaq. 24-cü sualda gümüş bir nitrat parçalananda gümüş NO2 oksigen əmələ gəlir. Burada 2 dənə bəsit alınır. Ona görə bu Y-ə aiddir.
Mis 2 nitrat parçasında mis 2 oksid, NO2 oksigen burada 2 mürəkkəb alınır. Bu da X-ə aiddir. Kalsium nitritlə oksigen burada bir bəsit bir mürəkkəb heç birinə aid deyil. Amonium nitrat da parçalananda N2O su bu da heç birinə aid deyil. Ona görə də 24-də doğru cavab deməli bu şəkildə olacaq. 25-ci sualda doymuş bir atom spid karbon N H2N plus 2O, karbon N H2N plus 2O və 2 homolog dediyinə görə ikinciyə bir CH2 əlavə edirəm. Yəni bir-birlərindən bir CH2 fərqlənir. Və yaddır ki, 2 homolog arasında kütlə fərqi 42-dir. 42 olanda hibrid orbital fərqi bilmərəm neçədir. Burada isə deməli bu hissə eynidir. Bu 14 qram çoxdur. Kütlə fərqi 14-dür. Hibrid orbitalı da burada da 4-in, burada da 4-indir, eynidir. Bir dənə burada nədir? 4 hibrid orbitalı artıqdır. Vəssalam. 42 vur 4 bölünsün 14 doğru cavab 12 eləyəcək. 26-cı sualda demək C2H4-də x yazaram müsbət 1, 2x plus 4 bərabər 0, x bərabərdir -2. Yəni 2 dənə karbon -2-dən bu etilen glikolda qısaldıram. Karbon deməli 2, H6O2 x yazaram müsbət 1 -2, 2x plus 6 çıx 4 bərabər 0, 2x plus 2 bərabər 0, 2x bərabərdir -2, x bərabərdir -1. 2 dənə karbon -1. Soldan sağı çıxıram. -2-dən -1 çıxanda mötərizənin qabağında mənfi olanda içəridəkinin işarəsi dəyişir. Olur deməli -1. İndi işarəni yazmıram. İndi baxın solda da karbon 2-dir, sağda da ki onu 2-yə vuruq da, yəni fərqi yoxdur, ikisində də 2-dir. Sonra manqan müsbət 7-dən gəlir, manqan müsbət 4-ə 3, yerini dəyişirəm. 3'ü yazıram deməli, solda karbonat bir oxtəşmə dərəcəsi, sağda da bir dənədir. Solda və sağda eyni olanda sola yazıram. 2, manqan solda oxtəşmə dərəcəsi bir dənə, sağda da bir dənədir. Solda və sağda eyni olanda sola yazıram. Qalanları özüm düzəldirəm. Burada karbonun qabağına 3, buraya yazıram 2, buraya yazıram 2 və bu zaman deməli sağ tərəfdə hidrogen nə qədər oldu? Deməli 4, 6, 18, 20. Sol tərəfdə isə deməli 12-dir. Deməli 8-i qaldı, bura 4 yazarım. Və bu da deyir ki, burada oksidlərin əmsal cəmi. Oksid burada suna manqan O2-dir. Və bunların da cəmi 26-cı sualda Y bəndi olacaq. Ondan sonra gəlir burada 27-ci sual. Bu atomdur. Ancaq bu molekuldur. Balacadan böyüyə keçmək müsbət əlamət, yəni eksotermikdir. Eyni zamanda görürsən ki, bu 2 elektron verib. Pul vermək heç kəsin xoşuna gəlmir. Ona görə bu endotermikdir, minus, mənfi əlamətdir. Bu buxardır, bu da mayedir. Balaca aqreqat haldan böyüyə keçmək müsbət əlamətdir, eksotermikdir. Ona görə də 27-də doğru cavab 1-3 olacaq. Sonra gəlir 28-ci sual. 28-ci sual ştativə bərkidilmiş və qazaparan boru ilə təhciz edilmiş tıxacla bağlı 2 sınaq şüşəsi götürülmüşdür. Aha. İndi burada diqqətlə biz baxırıq ki, burada yazıb ki, 2 mol manqan O2 və manqan O2 H-xlorla reaksiya daxil olanda bu zaman əmələ gəlir manqan xlor 2, xlor 2, bir də su. Və bu zaman əmsallaşdırıb bura 4 yazıram, hidrogen oldu 4 bura 2 yazıram və 2 mol manqan O2 görək burada nə qədər xlor alınır, nü yazıram, 1 mola 1 mol, tapdım ki, buradan 2 mol xlor 2 alındı. Və CH3CO natriumdan, natrium hidroksidlə reaksiya daxil olanda bu zaman natrium OH-ın hidrogeni gəlir CO-nun yanındakı CH3-ə birləşir və metan alınır və natrium karbonat alınır. Deməli, 1 mol metan da 2 mol xlor 2 ilə reaksiya gedəndə xlorun əmsalı nə qədərsə o qədər H-xlor çıxır. Karbon bir dənədir. Hidrogen 4-dür, ikisi getdi, ikisi qaldı. Xlor 4-dür, ikisi getdi, ikisi qaldı. Metilin xlorid alınır. Ona görə 28-ci sualda doğru cavab B bəndi olacaq. 29-cu sualda homoloqları müəyyən edin. Olein turşusu əsasən bir əsaslı doymamış turşudur və karbon N
H2N-1 COH formuluna uyğundur. Linolen turşusu da doymamış presatlı karbon turşusudur. Amma orada karbon N H2N-5 COH uyğundur. Aydındır. Çünki doymuş turşuların formulu bu şəkildədir. Orada radikalsiyada 2 qat yoxdur. Əgər radikalsiyada 1-2 qat olsa, yəni 2 hidrogen əskilir. Əgər radikalsiyada 2-2 qat olsa, onda 2 hidrogen əskilir. Radikalsiyada 3-2 qat olsa, onda yenə 2 hidrogen əskilir. Yəni linolen də bu formula malikdir. Akril turşusudur. O da doymamış turşudur. O da karbon N H2-1 COH-a uyğundur. Yağ turşusu doymuş turşudur. Karbon N H2N+1 COH-a uyğundur. Amma adipin turşusu 2 əsaslı turşudur. Onu da burada hamısı bunların bir əsaslıdır və görürsünüz ki, bununla bu deməli homoloq ola bilər. Ona görə də 29-cu sualda doğru cavab deməli 1 ilə 3 olacaq. Sonra gəlir 30-cu sual. Lafsan O CH2 CH2O CO sonra C6 H4 CO. Yəni bunu mən belə yazıram. Bunun polimerləşmə dərəcəsi M1-dir. Sonra kapron yazıram. NH CH2 5 CO, bu da N2'dir. Bu da deyir ki, polimerdə karbonun sp2 bir orbitalların sayı eyni olsun. Burada sp2 vəziyyətində karbon 8 dənədir. Aydındır, 8 dənədir burada. Burada isə 1 dənədir. Onda mən nə deyirəm ki, orada 8 dənə olsun. Onda mən N2-ni gərək mən 8 yazım ki, 8-i 1-ə vuranda 8 eləsin. M1 də deməli 1-dir, 1-i 8-ə vuranda 8 idi. Yəni burada M1 oldu 1, N2 oldu 8. Aydındır. Bu da deyir N2 bölü M1'i tap 8'i 1'ə böləndə 30-da doğru cavab elə 8 edəcək. 31-ci sualda orta fosfat turşusunun kalium duzlarıdır. Biz bilirik ki, orta fosfat turşusunun kalium duzları kalium dihidro orta fosfatdır, kalium hidro orta fosfatdır. Eyni zamanda kalium orta fosfatdır. Mən bura kalium hidroksit yazıram. Bir də H3PO4 yazıram. Deməli, kalium hidroksit, kalium dihidro orta fosfatla gedir. Çünki birində OH var, birində H var. Bu da gedir. Birində OH var, birində H var. Ancaq bu artıq getmir. Aydındır. Onda gərək bu o zaman geçsin ki, PO4 özünə 4-cü kalium'a birləşsin. PO4 də deyir ki, mənim valentim 3 dənə kalium'a bəs edir. 4-cüyə bəs eləmə, ona getmir. H3PO4 də özü olan duzlarla o zaman gedir ki, duzun tərkibində ya PO4 olsun ki, reaksiyadan HPO4 alınsın. Ya da HPO4 olsun ki, reaksiyadan H2PO4 alınsın. Daha H2PO4 olanda təzə bir şey almadan görə getməyəcək. Ona görə bu getmir. Amma digərləri gedəcək. Biz bunu müəyyən elədik. İndi X-ə plus minus yazıb. Plus minus da bizdə kalium H2PO4. X oldu. Kalium H2PO4. Y-ə minus plus yazıb. Bu kalium orta fosfatdır. Z-ə də plus yazıb. Bu da kalium 2 HPO4'dür. İndi birincidə yazıb ki, kalium OH H3PO4-dən X əmələ gətirir. Bəli, kalium OH H3PO4-lə bir OH-dan bir H gedir. Kalium H2PO4 əmələ gəlir. Ona görə də biz bunu buradan qəbul edirik. Yəni 31-ci sualda biz bunu qəbul edirik. İkincidə yazıb ki, Y üstə gəl natrium hidroksid. Y bizdə nədir? Kalium 3PO. Kalium 3PO4 natrium OH-la getmir. Çünki duz üstə gəl metal OH o zaman gedir ki, axırda çöküntü əmələ gəlsin. Bu getmir. Sonra 2 dənə Z kalsium xloridlə kalsium 3PO4 ki, Z nədir bizdə? Kalium 2 HPO4. Düzdürmü? Özdə 2 dənə yazılır burada. 2 dənə. 2 dənə, bir dənə yazıram. Kalium HPO4 üstünə də 3 dənə kalsium xlor gəlirəm. Bu bir kalsium xlor, bu ikinci kalsium xlor, bu da üçüncü kalsium xlor. Burada gəldi kalsium 3PO4 ki, bu 3 dənə kalsium gəldi bu PO4-lərlə birləşdi. Bax, qalıba hidrogenlər hara getdi bəs? Ona görə də biz bunu qəbul eləmirik. Ondan sonra gəlir burada 4-cü
2 dənə kalium hidroksid, bu 1, bu da 2. 1 mol H2PO4 ilə. Bu zaman 2 dənə su çıxır. Kalium 2 H2PO4 alınır. Z bəli, kalium 2 H2PO4. Doğru cavab bu olacaq. 32-ci sualda alken, karbon N, H2N'dir. Hibrid orbitalı. Alkenlərdə 2 qat rabitə var. Sağına soluna birləşən sp2 vəziyyətindədir. 2 dənə karbon sp2 isə N dənənin N-2'si də sp3'dür. sp2 3 ləçək demək. 3 2'yə vuranda 6. sp3 4 ləçək deməkdir. N-2'yə vuranda 4N-8 oldu. 4N-2. Sadəcə deməli burada şərtdə də N olduğuna görə mən bunu 4N-2 yazıram. Bərabərdir 4N plus 6, 4N- bərabərdir 4N plus 8, N- bərabərdir N plus 2. Polyar isə alkenlərdə karbondan başqa 2N-. 2 vurulsun N plus 2 və 32-ci sualda doğru cavab 2N plus 4 A bəndi olacaq. Sonra gəlir burada 33. Asetilinin dimerləşməsi vinil asetilindir. Vinil asetilin. Bu ikisi trimerləşməsi də benzoldur. Yazıb ki, adi şərtdə X bromlu su rəngləşdirir. Bəli. Y kalium permanganat rəngləşdirir. Xeyr. X'in 1 molun tam doymuş hala gətirmək üçün 3 moldakı bəli vinil asetləri Y-ə də o qədər lazımdır. Ona görə doğru cavab 33-cü sualda olacaqdır D bəndi. 34-cü sualda 1,4 dixlor 2 metil pentan 1, 2, 3, 4, 5 1, 4 dixlor 2 metil hidrogenləri düzəldir. CH3, CH, CH2. CH, CH2. Baxın, xlorlar getdi. Biri burada, biri burada. 1, 2, 3, 4 dənə karbon, 4 bucaq çəkirəm. Birinci buradan başlayıram. CH2 sildim. Sonra bu gəlir, radikallı zaddır bir yerdə. Bu da getdi. Sonra bu gəlir CH2. Sonra bu gəlir, radikallı zaddır bir yerdə. Nömrələyirəm. Olur 1,3 dimetil ciklobutan. Ona görə də doğru cavab 34'də A bəndi olacaq. Sonra gəlir burada 35-ci sual. Deməli, nə yazıb burada? Kalsiyum suyla reaksiya daxil olur. Əmələ gəlir kalsiyum hidroksid, üstəgəl hidrogen. Deməli, oksigen solda 2'dir, bura 2 yazıram. Əmsallaşdı. Kalsiyum hidrid, üstəgəl su. Əmələ gəlir kalsiyum hidroksid, üstəgəl hidrogen. Bura 2 yazanda hidrogen solda 6 olur, bura 2 yazıram. Deməli, 6 moldur. Bura x mol, bura y mol yazıram. X plus y bərabərdir 6 və 10 mol hidrogen. Onda gələ burada x yazam, burada y yazam. Onda olacaqdır x üstəgəl 2y bərabərdir 10. X plus y bərabərdir 6'ını da burada yazıram. X'lər x'lar getdi. Y bərabərdir 4. Onda yerinə yazsam x də 2'yə bərabərdir. Başlanğıc qarşısında kalsiyum molu. Kalsiyum da burada x'dir. Və 35-ci sualda doğru cavab B bəndi olacaq. 36-cı sualda x, y bir yerdədir. Distillə yolu deməkdir ki, yüngül olan gedəcək öbürsü qaba. X burada yüngüldür. Ona görə də 36-cı sualda doğru cavab D bəndi olacaq. 37-ci sualda kalsiyum karbonat, natrium karbonat. Suda yaxşı həll olur, ümumi deyil. Kalsiyum karbonat həll olmur. Amma xlor türkdən hər ikisi gedir. Qızdıranda natrium karbonat parçalanmır. Ona görə də 37-ci sualda doğru cavab B bəndi olacaq. 38-ci sualda 2CO üstəgəl oksigen. Əmələ gəlir 2CO2, CO yazıram, oksigen yazıram, CO2 yazıram, başlanğıc, sərf və tarazlıq. Yazıb tarazlıq halında bütün maddələrin qatlıqları bərabərdir. Bunun ilkini x-dir, bunun ilkini y-dir, hamısı da ki A-dır. Və tarazlıq sabiti 0,5 bərabərdir. CO2'nin kvadratı, yəni A-nın belə yazıram. CO-nun kvadratı, yəni bunu da belə yazıram. Oksigen də A. Bunlar getdi ixtisara. Buradan 1 bərabərdir 0,5 A. A da buradan 1'i bölürəm 0,5'ə. A da 2 eləyir. Demək, bunların hamısı 2'dir. Başlanğıcda bunların hamısı
2-dir. İndi bizə nə deyir? Deməli, bu bunların mollarıdır. Bizə deyir ki, tayarlıq halında deməli x bölü y tapır. Yəni bunların başlanğıcı tapmaq lazımdır. 2 molun köməyi ilə əvvəlcə mən bunu tapıram ki, bu 2 mol sərf olunur. Deməli, əvvəl sərf olub bu qədər qalıb, deməli bu 4 imiş. Sonra bunu tapıram. 1 sərf olunub 2 qalıb, əvvəl 3 imiş və x bölü y, yəni 4 bölünsün 3, 38-ci sualda doğru cavab D bəndi olacaq. 39-cu sualda natrium nitrat parçalanır natrium, nitrit və oksigenə. Bunu əmsallaşdırıram. Bu zaman fikir verir, sizə görə nə yazıbdır? 6 qram hidrogen. 6 qram hidrogen 3 mol hidrogen deməkdir. 32 qram oksigen də 1 mol oksigen deməkdir. Bu gürüldazi qaz deyil. Çünki gürüldazi qazda hidrogenin əmsalı oksigenin əmsalından 2 dəfə çox olmalıdır. Əgər bu 3-dürsə, oksigen gərək 1,5 olsun, oksigen 1-dir. Daha 0,5 oksigen lazımdır. Aydındır, deməli, parçalanmadan 0,5 oksigen gəlib. Bura 1 yazıram. Nə soruşur bizdən? Neçə mol? Burada 2 yazıram və 39-cu sualda doğru cavab 0,5 vur 2, deməli 1 edəcək. Sonra gəlir 40-cı sual. 40-cı sualda təcrübəçi X duzunun tərkibini müəyyən etmək üçün onun suda məhluluna kalium OH əlavə edir və bu zaman kəskin ili qaz ayrılır. Amonium ortofosfat kalium hidroksidən reaksiya daxil olanda kalium 3,4 NH4OH belə amoniak qazı əmələ gələ bilər. Eyni zamanda amonium xloriddə, amma kalium bromid kalium OH-dan getmir. Çünki duz üstə metal OH axırda çöküntü əmələ gəlir. Natrium xloriddə, amma amonium bromid də ola bilər. Amma gümüş bir nitratla bunlara əlavə eləyəndə bu zaman ağ çöküntü əmələ gəlir. Təbii ki, ağ çöküntü amonium xlorid deməli gümüşlə gümüş xlor ağ çöküntü. Burada gümüş 3,4 deməli sarı çöküntü, bromla da sarımtıl çöküntü əmələ gəlir. Ona görə də 40-cıda doğru cavab B bəndində öz əksini tapacaq.